ki, ağız sağlamlığı hansı daxili orqanlarla əlaqədədir? Bildiyim qədərilə ürək, böyrək və yaxud da hətta hamilə qadınlarda bu dövrdə daha çox ağız sağlamlığı ilə bağlı olan daxili orqan zədələnmələr baş verə bilər. Bu mövzuda istərdim danışaq ki, bəli, məhz ağız sağlamlığı digər hansı orqanlara təsir göstərir? Oynaqlardakı infeksiyon xəstəliklərinin daha çox ağızdan başlayır uşaqlıq dövründə. Ağzında çox ciddi şəkildə irəli dərəcədə yayğınlaşmış çürüyü olan uşaqlarda beta hemolitik streptokoklar dediyimiz bir bakteriya növü var. Bunlar çürük yaradan bakteriyalardır. Və bunların sayı çox olduğu zaman bunlar qan vasitəsilə və limfa vasitəsilə insanların oynaqlarına, ürəyinə və böyrəklərinə yerləşə bilirlər. Yəni bu bakteriyaların irəliki dönəmlərdə oynaqlarda revmatizma, ürəkdə müəyyən qəlb qapağı problemləri və böyrəkdə müəyyən böyrək xəstəlikləri yarada bilirlər. Yəni həqiqətən də çox ciddi daxili orqanlarda problemlərə gətirib çıxarda bilər. Diş kökünün kistası, yəni diş kökündə yaranan hər hansı bir infeksiyon bir proses xərçəngi tətiklədiyi xərçəng hüceyrələrini yarada biləcək o genetik faktorları tətiklədiyini, atipik hüceyrələr, yəni xərçəng yaradacaq hüceyrələr tətiklədiyini və xərçəng yaranma riskinin daha da artdığını ortaya qoyan çalışmalar var. Zaten ağız bədənə açılan ən böyük qapıdır.